Salam aleykum. Demək, Ruslan qardaşımız, mən onun gözünün qabağında olmuşam. Bu xəstəliyimin kəskin dövründə çox pis vəziyyətdə Ruslan qardaşımız məni görmüşdü. Danış Ruslan qardaş. Salam aleykum, hər vaxtınız xeyir olsun. Qardaş, həqiqətən də and olsun Allah, bu oğlanı mən tanıyandan, qardaşımla bir yerdə işləyib. Mən bunu o vəziyyətini gördüm ki, and olsun Allaha, mən dedim bu insan yaşamayacaq da. Həqiqi mənada o vəziyyətdə. Mən belə qardaşımla danışdım, dedim aslında bir ay buna ömür qoyuram da. Bu insan o vəziyyətdə ki, Allaha and olsun ki, hal yox idi danışmağa ki, taqət yox idi ki, sonra mən ölürəm də, bu həyatdan gedirəm də. Sonra bu şey tapdı, bu proqramı tapdı, maşallah olsun, özünə sağlatdı, halal olsun. Xalqımıza da köməyi dəyir, valla mən müsbət qarşılayıram bunu. Var olsun, Allah ömür versin, Allah bir balasını saxlasın, Allah kömək olsun. Allah can sağlığı. Həqiqi mənada vallahi deyirəm, kimin əgər ehtiyacı varsa da, bu qardaş kömək edirsə, mən inanıram ki, inşallah ki, bunun o paylaşdığı dərmanlardır, o təbii ot dərmanlardır, buna bitkilər də xeyri deyəcək, həqiqi mənada, vallahi deyirəm, mən yalan danışmıram, yalan danışmağı mən sevmirəm, Allaha and olsun deyirəm ki, bu insan həqiqi mənada neçə ildir mən tanıyırım, qardaşımla işləyir də, mən qabaq firmada işləyirdi, çox kök oğlan idi, doluzmayan kimi dolu oğlan idi. Qupquru taxtaya döndü, Allaha and olsun. Mən ölürdü, həqiqi mənada bu ölürdü bu insan. İdi də o şişlər məni yedi. Şişlər, qaraciğer, ağciyər ortadaydı da, onda əməliyyat da olmadı. Həkim də ki, bu əməliyyatlıq deyil. Halal olsun ki, maşallah bu insan özünü xərçəngə qalib gəldi. Mən təbrik edirəm ona, həqiqi vallahi deyirəm, çox süper, gözəl. Allah ömür versin, Allah can sağlığı versin. Demək, Rizvan qardaşımız Ruslanın qardaşıdır. Bax, mən ən çox sənin gözün qabağında olmuşam. Sənlə deməli olaraq ki, 2020-dən bir yerdə işləmişəm, üstü 3 il bir yerdə işləmişəm və indiyənə qədər də bir yerdə ailə və dostluq. Bəli. Səni o vəziyyətini mən görmüşəm. Yəni, heç kim deyə bilməz ki, Rövşən belə olub, belə qalıb. Xeyr, belə deyil. Roman kimi tanıyırlar da, biz Rövşən kimi tanıyırlar. Yəni, sənin o vəziyyətini mən görmüşəm, Ruslan görübdü və mənim ailəm görüb, hamı görübdü. Biz nə vəziyyət, Roman nə vəziyyətdə idi. Həqiqətən də, bu da Allahın biri ona bəxşidir ki, Allahın verdiyi vergidir ki, Allah Teala buna o vergini verdi ki, bu ayağa qalxdı. O nə vergisi? O mənə elə bir ki, öyrətdi də. Bəli, bəli. Öndə bu nə idi? Həmin vaxtı Rövşən, mən Rövşənə dedim ki, Rövşən, ximya olunursan, Rövşən deyirdi ki, mən ximya oluram, hətta deyir, həkimləri məcbur edirəm ki, 200 isə mənə 400 vurun. Həkim də buna qayıdıb ki, Rövşən, yəni 400 doza, səhv eləmirsə yadındasa, məsələn, dedim, ürəyin dayanır, dedim ki, onsuz ölürəm da, dedim. Yəni, bunun qarşılığında bu neynədir? O da var, ha. Bunun sirri nədədir? Bunun sirri ondadır ki, həmin vaxt o dozanın qarşısında bu qaraciyərini başladı özü müalicə eləməyə. Bu nə ilə müalicə elədi? Ancaq bitki ilə. Bitki ilə, bəli. Yəni ki, qardaşlar, bacılar, analar, kim ki bu xəstəlikdən əziyyət çəkir, qorxmuyor. Qorxmuyor, yox. Vallah billah, mən həmişə demişəm, o gün də demişəm, sənin səhifəndə yazmışdılar. Mən onlara hətta yazdım, mənə rəy də bildirirlər. Qayıtdım ki, xərçəngdən yazdım. Dedim, qorxmayın o xərçəngdən. Niyə qorxursun? Xərçəng elə bir xəstəlik deyil ki, yəni sizi aparar. Xərçəng nədir ki, biz ondan qorxuyoruz? Bəli, bəli. Sadəcə olaraq insan özü-özünə güvənməlidir. İlk növbədə özü-özünə güvənməlidir və mübarizə aparmalıdır. Salam əleykum. Özü-özünə həqiqətən də həyatda üzrə mübarizə aparmalıdır. Vallahi. Həqiqətən də Rövşən, Allahın bir bəxşidir sən. Bu günə gəlirsən, Allahın bir bəxşidir. Elə bil Allah Teala onu mənə verdi. Sonra da məni öyrətdi ki, həm özünə, həm ailənə, həm də insanlara. Bəli, bəli, bəli. Valla, neçə ki var, yararlanın, xeyir tapın, necə deyərlər, şəfa tapın. Valla, üzdən getməyin. Düz. Çox sağ olun, minnətdaram. Üzdən getməyin, heç vaxt üzdən getməyin. Çox sağ olun, var olun.